Hər kəsə salam, kanalımıza xoş gəlmisiniz. Bu videoda mən toyuğun sinə ətindən çox ləzzətli bir plovun hazırlanmasını bölüşürəm. Keçək hazırlanmasına. Plovu hazırlamaq üçün öncə təmiz yuyulmuş toyuğun sinə ətini xırda kublar şəklində doğrayıram. Bu arada dəyərli izləyicilərim, kanalıma hələ də abunə deyilsinizsə, abunə olub videomu bəyənməyi unutmayın. Dəstək olan hər bir kəsə çox təşəkkür edirəm. Gördüyünüz kimi toyuğun ətlərini doğradım. İndi isə tavaya zövqə görə yağ əlavə edirəm. Mən taxta qaşıqla bir dolu qaşıq əridilmiş kərə yağı əlavə etdim və biraz da bu cür qarışdıra-qarışdıra toyuq ətlərini qızardıram və üzərinə kub-kub doğranmış kökləri əlavə edirəm. Mən 2 ədəd kökdən istifadə etdim. Biraz da bu cür qarışdırıb qovururam. Ardından buzluqdan çıxartdığım 2 ədəd rəngli bibərləri də əlavə edirəm. Bibərləri də kub-kub doğramışam. Ardından əvvəlcədən bişirdiyim, qabıqlarını təmizlədiyim noxudları da əlavə edirəm. 2 stəkan yarım düyünü də yuyub tərtəmiz tavaya əlavə edirəm. Və biraz qarışdırıb qovurub, üzərinə zövqə görə duz, istiot və sarı kök əlavə etdim. Yaxşıca qarışdırdıqdan sonra üzərinə qəfədandan qaynar su əlavə edirəm. Üzərinə çıxana qədər qaynar su əlavə edib, qapağını örtüb, qazın vam ateşində suyu çəkilib, plov dəm alana qədər bişirirəm. Artıq demək olar ki, plovumuz hazırdır. Mən plovu yağlı sevdiyim üçün yenidən üzərinə əridilmiş kərə yağı əlavə edirəm. Yağ plovun içərisində əridikdən sonra boşqaba çəkib süfrəyə təqdim edirəm. İnanın ki, bu plovun ətri, dadı çox ləzzətli alınır. Gördüyünüz kimi tavanın dibini də göstərirəm ki, yapışmayıb, çox gözəl alınıb. Qeyd edim ki, tavanın altından qazın üzərinə mütləq bir dəmir yerləşdirmək lazımdır. Gördüyünüz kimi plovumuz düyüləri dən-dən çox gözəl alınıb. Hazırlayan hər kəsə nuş olsun, göz haqqınızı halal edin. Videonu bəyənməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Sağ olun, var olun. Gələn videolarda görüşmək ümidi ilə.